Rəcəb ayının hər gün oruç tutmaq savabdır. Amma bu ayın içində ən fəzilətli günlərdən biridir ki, bu günü oruç tutun deyirlər. 13-ü, 14-ü və 15-i. Və 15-ci günü zöhür azanına az qalmış bir qüsl alın. Hədis belə deyir. 3 gün oruç tutursunuz, 13-ü, 14-ü, 15-i. Və bu əməlin faydası belə deyim də, bəlkə də bir ölünü diriltməz. Hədisdə belə qeyd olunur. Mühüm hacətin olsa, mühüm istəyin olsa, özün üçün həll olunmayan bir müşkül kimi bir şey görsən, buyurur ki, bu günü oruç tutun, 13, 14, 15, 15-ci günün zöhr azanından biraz qabaq bir qüsl alın. Qüsl alın. Və sonra zöhr azanından da biraz qabaq 8